Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Masa hazırda belə bir 4 otaqlı aytemi satışa çıxıb. Mərtəbə arası monolit betondur. 2-ci mərtəbənin yekunda beton kəmər atılıb. 1-ci mərtəbənin böyük əksəriyyəti monolit beton və istif oldu. Bu hissədən zirzəmin keçid qoyulub. Həyətyanı sahəyə maşın daxil olacaq hissə naves döşənilib. Ətraf tamamilə yaşayışlı evlərdən ibarətdir. 2 yanaşı evdə ara məsafəsi gözlənilib. 2 dost, 2 qardaş gəlib alıb hər ikisini yanaşı yaşaya bilər. Qiymətdə çox münasibdir. Qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasiyanın fəaliyyət göstərdiyi bir ərazidə həyətyanı sahəyə trap döşənilib, yön verilib. 1-ci mərtəbəyə daxil oluruq. Burada qranit gördüyünüz yerlər istif oldu. Girişdə solda yerləşir evin qonaq otağı. Qonaq otağından başqa digər bütün tərəfləri ilk mərtəbənin istif oldu. Bura zal hissə, bura mətbəx sahəsi. Mətbəxdən arxa tərəfə keçid qoyulub. Paltar asmaq üçün istifadə edə bilərsiniz həmin ərazini. Hardasa 1,5 m enliyində. O cümlədən kombo aparatı da orada quraşdırılacaq. İlk mərtəbənin sanuzeli birləşən betonla yığılıb, qapadıb. Şkaf yığmaq olar o hissə. Qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə yerləşir 3 yataq otağı və sanuzel. Masa hazırda yerləşir Cantəpə ərazisinin üst hissəsində 569 nömrəli marşrut yolunun 400 metrliyindədir, 6 nömrəli məktəbə çatmamış. 2-ci mərtəbəyə qalxırıq, sağda yerləşir buranın sanuzeli. Tikinti zamanı yalnız qoşaq daşdan, qoşaq kubikdən istifadə olunub. Burada belə bir yataq otağı. Pəncərələrin qarşısı açıqdır. Burada növbəti belə bir yataq otağı. Qiymət 115 mindir dəyərli dostlar. Real alıcılara indirim olunacaq. Hər iki evin qiyməti 115 mindir. O evdə nümunə üçün sizlərə çəkib göstərəcəm. Sot yarımda inşa olunub, tam yaşayışlı ərazidə. Yaxınlarda bütün növ ictimai yaşayış obyektləri, məktəb bağçası yerləşməkdədir. Satışda hər bir uyğun evlərimiz var. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.